Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bugünkü videomuzda biz İsa Hüseynovun Zəhər əsərinə fərqli prizmadan baxacağıq. Hadisələrin inkişaf xəttini izləyəcəyik, obrazların davranışlarını və onların qəbul etdikləri qərarların əsərin ümumi məzmununa necə təsir göstərdiyini araşdıracağıq. Təhlil zamanı diqqətdən qaçan incə məqamlara da toxunacağıq və əsəri daha dərindən anlamağa çalışacağıq. Amma mövzuya keçid etməzdən öncə Telegram kanallarımız haqqında məlumat vermək istəyirəm, hansı ki bu kanallarımızda mövzu izahları, testlər, konspektlər və digər faydalı materiallar mütəmadi olaraq paylaşılır və siz bu materialları əldə etmək üçün şərhlər hissəsində buraxılmış link vasitəsilə keçid eləyə bilərsiniz. Eyni ilə ödənişsiz dərslərimizdən yararlanmaq istəyənlər varsa, 070 327 97 70 nömrəsi ilə əlaqə saxlaya bilərlər. İndi isə keçid eləyək mövzumuza. Belə ki, Zəhər epik növdə olan bir hekayədir. Yəni hekayə janrındadır. İnsan və onun təbiətə münasibəti haqqında qələmə alınmış bir əsərdir. Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə çəpəkə oturub papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdırsa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Buradan belə bir nəticəyə gəlirik ki, Mirqasımın əhval-ruhiyyəsi yaxşı deyildi və onun belə deyək ki, əhval-ruhiyyəsinə zidd olan mahnı oxuduğunu müşahidə eləyirik. Testlərdə bu şəkildə verilə bilər ki, o qəmli idi və qəmli mahnılar oxuyurdu. Bu yanlış ifadədir. Tam əksinə zidd olaraq oynaq mahnı oxuyurdu ki, biraz da olsa kefi yerinə gəlsin. Çünki bu 60 yaşlı pəhləvan, cüssəli adam məhz kədərə qalib gəlmək niyyəti ilə papağının dalını qaldırıb, çərşənbə günündə çeşmə başında gözüm bir alagöz xanıma düşdü deyirdi. Buradan belə bir sual verim sizə. Biz başqa hansı 60 yaşlı obrazı görmüşük, hansı əsərdə görmüşük, onu şərhlər hissəsində yazarsınız. Çərşənbə günündə çeşmə başında gözüm bir alagöz xanıma düşdü. Bu isə Aşıq Ələsgərin düşdü qoşmasıdır. Qaşını oynatdı, gözündən güldü deyirdi. Özünün isə gözləri tez-tez dolub boşalırdı. Çünki bugün meşəbəyi meşə ilə vidalaşmağa çıxmışdı. Mahnı axıra çatdı. Deməli, burada görürük ki, folklor nümunələrinə də toxunulubdur. Meşəbəyinin yadına bir bayatı düşdü. Ancaq o ayrılıqdan, ölümdən danışan bu bayatını dərhal unutmağa çalışdı. Səhərdən axşamacan, bəzən hətta gecə yarısınacan çiynində gəzdirdiyi sanki bədəninin ayrılmaz bir əzasına çevrilmiş çantası indi çiynini üzüb salırdı. Yayın 30-35 dərəcə istisində belə geyməyə adət etdiyi çəkmələri indi bu sərin payız günündə elə bil oda dönüb ayaqlarını yandırırdı. Lakin meşəbəyi dərhal bunları da unutmağa çalışdı. Papağını bu dəfə arxaya itələyib, yəhərdə qamətini düzəltdi, şeh və xəzəl qoxusu ilə dolu havada dərindən nəfəs aldı, altından keçdiyi qoca palıdın yarpaqlarına, sonra göy ürgənin dərsi işıldayan dolu, qüvvətli çiyninə və dalğalı yanına baxdı. Belə-belə işlər ay göy ürgə, belə-belə işlər deyə 60 yaşında birinci dəfə burada öz-özünə danışmağa başladı. Deməli, bu gecə yatırıq, qalxırıq, bu da eləyir 2 gün. 3 deyən gün lent kəsilir, şülüz açılır, su gəlir, meşəmiz qalır suyun altında. Deməli, 3 gündən sonra meşə suyun altında qalacaq. Göy ürgənin yerişi meşəbəyinin xoşuna gəlmədi. Ürgə daşsız, kəsəksiz, dümdüz talanın ortasında birdəncə büdrədi. Meşəbəyinin oğlunun biri raykom katibi idi. Bir oğlu Bakıda oxumaqda idi. 10 illiyi bu il qurtarmış, son 5-i isə indi artıq başa çatmaqda olan bənd tikintisində işləyirdi. Deməli, Mirqasımın neçə övladı var? 3 övladı var. Bütün atalar kimi o da öz oğullarını sevirdi. Ürgənin dümdüz yerdəcə büdrəməsi, üstəlik də 1-2 kərə öskürməsi meşəbəyini narahat etdi. Lakin qarşıdakı böyük itki bu narahatlığı da tezcə unutturdu. Meşəbəyi cilovu tərpədib, iri, qabarlı əli ilə ürgənin çiynini şappıldatdı. Büdürəmə, büdürəmə, fikir eləmə, qadan alım dedi. Bəndi çəkənlər, meşəni suyun altında qoyanlar mənim öz övladlarımdır. Deyirlər, su daha əfsəldir. Suyumuz olsa, deyirlər, ilan mələyən düzlərdə 100 belə meşələr salacağıq. Elə bilirsən salmayacaqlar, salacaqlar, ay göyürgə salacaqlar. O günü, o dövranı biz də görəcəyik. 100 yaşında at belinə qalxıb meşəlik eləməyənin atasına lənət. Burada da görürük ki, artıq özünə bir söz verir ki, yəni
100 belə meşə salınacaq və mən 100 yaşında at belinə çıxıb meşəbəylik eləyəcəyəm. Əslində o keçirdiyi bu kədərli hissə bir bəhanə kimi özünü sakitləşdirmək məqsədi ilə deyirdi ki, yəni su daha önəmlidir və su olduqdan sonra 100 belə bir meşə salınacaq. Meşəbəyi yenə papağının dalını qaldırdı, yenə oxumağa başladı. Ay duman, gəl keç bu yerlərdən, bu yerlər təzə bar eyləsin. Həm gözlərim görsün səni, həm könlüm nübar eyləsin. İndi düşünə bilərsiniz ki, burada Mir Qasım Dumana müraciət eləyir. Xeyr. Dumana müraciət edən burada Mir Qasım deyil, Aşıq Abbas Tufarqanlıdır. Çünki bu bənd Aşıq Abbas Tufarqanlıya aiddir. İndi bunu da görəsiniz. Çox düşünmədən, bədahətən Aşığın sözlərini dəyişdirə-dəyişdirə xeyli oxuduqdan sonra yenə də ömründə birinci dəfə burada kimsəsiz meşə içində öz-özünə qəhqəhə çəkdi. Aşıq Abbas dağ adamıydı. Dağlardan danışırdı. Mən aran adamıyam, arandan danışıram. Abbas deyirdi, könlüm qubar eyləsin. Mən deyirəm, könlüm nübar eyləsin. Hansımız yaxşı deyirik, ay göyürgə? Burada göyürgəyə müraciət edir, yəni atına müraciət eləyir. Və belə deyim ki, biz başda çəkilən nümunədə Aşıq Ələsgərin qoşmasını görmüşdük. Burada da Aşıq Abbas Tufarqanlının belə deyək ki, bəndini görürük. Burada Aşıq Ələsgərdən fərqli olaraq o özünü Aşıq Abbasla qarşılaşdırır. Daha sonrasında isə belə bir sual vermək istəyirəm. Gördüyünüz kimi onun atının adı nə idi? Göyürgə idi. Biz başqa hansı əsərlərdə atları görürük, atlara verilən adları eşidirik. Bunları da şərhlər hissəsində qeyd edirsiniz. Ürgə bir də büdrədi. Meşəbəyi bir də təəccübləndi. Əşi, sənə nə oldu ay zalım balası deyə birdən hirslənib qışqırdı. Nə olub, sən də bir yandan keyfimizə soğan doğruyursan. Allahın bəndənin hayfını səndən alaram. Atamın coru haqqı. Ürgəyə hətta bir şallaq çəkdi. Lakin əvvəllər meşəbəyi əlini tərpətməmiş yerindən oynayan ürgə indi heç diksinmədi də. Onun yalnız qulaqları qımıldandı. Bir də çiyninin dərsi titrədi. Meşəbəyi köksünü ötürdü. Dərdimə şərik çıxırsan, nədir ay Allahın heyvanı? Ürgə başını endirib yavaş-yavaş addımlayırdı. Meşəbəyi də başını sinəsinə əydi. Çiyinləri sallandı, beli donqarlandı. Doğrudanmı göyürgə onun dərdinə şərik çıxırdı? Əslində bu belə deyil, sadəcə bu onun ilkin təəssüratıdır. Reallıq necədir, onu birazdan görəcəyik. Belə-belə işlər, ay göyürgə deyə o asta, yorğun səslə təkrar etdi və daha səsini çıxarmadı. Meşədə qəribə sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Biz bunu giriş hissədə də gördük. Meşəbəyi heç ürgənin ayaqlarının tappıltılarını da eşitmirdi. İndi o ürəyində oxuyurdu. Nələr gəldi, nələr getdi bu dünyadan deyirdi. Əslində buna bənzər bir mahnı var. Kimlər gəldi, kimlər getdi bu dünyadan. Ola bilsin ki, orada kimlər hissəsi dəyişdirilib, nələr gəldi, nələr getdi bu dünyadan şəklində verilibdir. Birdən ürgə dayandı. Meşəbəyi diksinib qabağa, sonra ətrafına baxdı. Uzaq mənzilli yola çıxanda göyürgə adətən tanış adama falan rast gəlməsə dayanmazdı. Lakin meşəbəyi ətrafda laldinməz ağaclardan başqa heç nə görmədi. Göyürgənin bir xasiyyəti də vardı. Belində yəhərin tapqırı açılanda və ya qırılanda dərhal dayanıb sahibinə xəbərdarlıq edərdi. Tapqır nədir? Tapqır yəhərin belə deyək ki, sürüşməməsi üçün atın döşünün alt hissəsindən keçirilən qayışdır. Və bu qayış açılanda o sahibinə xəbərdarlıq eləyirmiş. Meşəbəyi əlini tapqırlara atdı. Bir dəyişiklik hiss etmədi. Bəs ürgəyə nə olmuşdu? O yəhərdən yerə atıldı. Ürgənin dodaqları arasında sarımtıl köpük görünürdü. Meşəbəyi əsla çiyrənmədən ovcu ilə köpüyü sildi. Əlini burnuna yaxınlaşdırıb qoxladı. Köpükdən asırqal iyi gəlirdi. O, ürgənin gözlərinə baxdı. Bu iri, göyçək gözlər izdirabla dolu idi. Ürgənin dodaqları arasında yenə sarımtıl köpük gəlirdi. Meşəbəy bir daha köpüyü qoxladı və sarımsaq qoxusunu xatırladan iyi təkrar hiss etdi. Deməli, göy ürgənin zəhərlənməsinə səbəb olan asırqaldı və bu asırqaldan da sarımsaq qoxusu gəlir. Göy ürgə hardasa asırqal yemişdi, zəhərlənmişdi. Meşəbəyi çox yaxşı bilirdi ki, dərhal tədbir görməsə, göy ürgə buradaca onun gözünün qabağındaca yıxılıb ölə bilər. Lakin o, hələ də dayanıb ürgənin dodaqlarının arasından aramsız qaynayıb tökülən köpüyə baxırdı. O, ömrünün 40 ilini at belində olmuşdu. Meşəni addım-addım gəzmişdi. Onun zehnində min bir çiçək ot adı var idi.
Bu 1001 ad içərisində asırqal çox az yada düşürdü. Çünki bu zəhərli bitki onun meşəsindən uzaqlarda, dağlarda bitirdi. Elə isə bu nə möcüzə idi? Ürgə nədən zəhərlənib? Bəlkə heç zəhərlənməmişdi. Burada görürük ki, artıq o iki fikir arasında, iki sual arasında qalır. Ya o zəhərlənibdi asırqaldan, ya da zəhərlənməyibdi, başqa səbəbdən bu hala gəlibdi. Meşəbəyinin dünya görmüş, təcrübəli gözləri dostunun bədənində gəzdi. Ürgənin döş əzəlləri titrəyirdi. Dizləri hiss olunacaq dərəcədə bükülüb, çox çətinliklə düzəlirdi. Göy ürgə onu öz oğulları qədər sevən ona yedirtmək üçün şinelinin cibində parça-parça qənd gəzdirən sahibinin qarşısında birdən-birə zəiflədiyindən utanırmış kimi izdirablı gözlərini çevirib yana baxırdı. Baxın, at belə deyək ki, şəkər, yəni qənd, şirin şeyləri yeməyi sevən bir heyvandır və eynilə insanların keçirdiyi hissləri ən yaxşı şəkildə hiss edən heyvandır. Eynilə mənim də ən çox sevdiyim heyvandır. Yəni bəzi insanlar üçün quş azadlıq simvoludursa, mənim üçünsə at, yəni azadlığın simvoludur. Ən sevdiyim heyvanlardan biridir. Birdən onun bütün bədəni titrədi. Yenə dizləri büküldü. Ürgə inildədi və elə bil daha utanmaqdan, xəcalətdən keçdiyini hiss edib gözlərini sahibinin üzünə dikdi, ondan kömək istədi. Artıq görür ki, vəziyyəti daha da pisləşir. Bu saat qadan alım deyə meşəbəyi pıçıldadı. Çevrilib geriyə, qalın meşənin dərinliklərinə tərəf baxdı. Ürgənin gözlərini sığallayıb bir daha bu saat dedi. Şallağını çəkməsinin boğazına sancdı. Papağını başında bərkitdi. Şinelinin ətəklərini yığıb yerindən götürüldü. Buradan təxminən 2 kilometr aralıqda geniş bir talada gür sulu çay üzərində savxoz vardı. El arasında ona it savxozu deyirdilər. Orada su itinin müxtəlif cinslərini saxlayırdılar. Deməli, burada it deyəndə köpəyi nəzərdə tutmur, su itini nəzərdə tutur. Bir ay bundan əvvəl savxoz köçürülmüşdü. Tikillər sökülmüş, çay üzərindəki dəmir, tor qəfəslər yerli dibli qoparılıb aparılmışdı. Savxozun yerində indi yalnız torpaq yığınları bozarırdı. Xarabalıqdan xeyli kənarda isə uzaqdan baxanda ağız-ağıza dayanmış bir cüt nəhəng, hörümçəyə bənzəyən iki alaçıq qaralırdı. Orada savxoz direktorunun qaynatası, Daşdəmir kişi kürəkəninin, özünün və daha bir neçə savxoz işçisinin malqarasını saxlayırdı. Yəni, buradan da belə bir nəticəyə gələ bilərik ki, kürəkən də Daşdəmir kimi su iti saxlayırmış. Onun da su itlərinə artıq Daşdəmir baxmağa başlayıb. Sabahda bir gündə Daşdəmir də köçməli idi. Meşəbəyi 2 kilometrlik yolu bir nəfəsə qət edib alaçıqlara yetişəndə hər alaçığın kölgəsində bir iri qıllı köpək peyda oldu. İtlərin səsinə Daşdəmirin əvəzində geyimindən şəhər ziyalısına oxşayan boz şlyapalı, uca boylu bir adam çıxdı. Oğlan Daşdəmirdən fərqli olaraq bir ziyalıya bənzəyirmiş. Yürüb itlərə təpindi. Sonra dayanıb təəccüblə Meşəbəyiyə baxdı. Qan-tər içində təngnəfəs yürüyən adamdan nə isə soruşmaq istədi, ancaq Meşəbəyi onu qabaqladı. Mən Mirqasımam, Meşəbəyi Mirqasım ay oğul, atım ağıya düşüb, mən səni burada birinci dəfədir ki görürəm. Bağışla, tanış olası halım yoxdur, bir vedrə süd lazımdır, Daşdəmir hanı, gözümə dəymir, nə olub Amir Qasım, döşün niyə atlanır? Yaxınlıqdan lap 5 addımlıqdan tanış səs eşidildi. Meşəbəyi cəld dönüb geniş açılmış iri mavi gözlərini ağacların arasında dolandırdı. Daşdəmirin səsi bu dəfə elə bil yerin altından gəldi. Deyir, ölmədiyi sənin dövranının qurtardığını da gördü ya Mirqasım. Burada görürük ki, Daşdəmir zarafat adı altında Mirqasıma söz vurur. Sən hardasan ay kişi? Buradayam, gəlirəm indi. Deyirəm, ölmədiyi sən də axırını gördük. Göy ürgənin belində belədən belə çapırdın. Elədən elə çapırdın. Saatda bir malı heyvanı atın döşünə qatıb salırdın xalxala. Nə bilim, filan yerə ayaq basmayın. Bəsməkan yerdə yaxın durmayın. Nə bilim, filan yerə yaxın durmayın. İndi kimə qalır sənin bu qoruqların? Yoxsa qaraca çoban kimi ağacları köklü, köməcli qoparıb, belinə şəlləyib aparmaq istəyirsən? Burada da görürük ki, Salur Qazanın evinin yağmalandığı boya müraciət olunubdur. Və artıq burada Daşdəmirin iç yüzü daha aydın şəkildə bizə məlum olur. Daşdəmir palıd ağacının mağara kimi qaralan çoğuşundan çıxdı. İki yanını basa-basa yaxınlaşıb Meşəbəyini süzdü. Hə, buyur görək, süd lazımdır deyirsən, süd zad yoxdur. Sən Allah biraz tez elə, ay Daşdəmir, ürgə əldən gedir.
Hanı ürcə, bu yanda talada qoymuşam. Elə niyə? Yəni gələsi halı yoxdur. Yoxdur, yoxdur. Daşdəmir, qadan alım tez elə. Oğul bərabəri atdı Daşdəmir. Gənc kənarda dayanıb siqaret çəkirdi. İtlərin şırvanmasından məlum oldu ki, oğlan burada təzə adam deyil. Şırvanması yəni quyruq bulaması nəzərdə tutur. Yəni bu da o itlərin quyruq bulamasından başa düşür ki, oğlan, yəni geyimindən ziyalıya bənzəyən bu oğlan burada yad adam deyil. Meşəbəyi üçün bu saat hər dəqiqə qiymətli idi. O ötən günləri yada salıb söhbəti uzadan adamın tələsməyəcəyini hiss edib gəncə baxdı. Gənc dərhal siqaretini yerə atdı. Mən gətirərəm deyib alaçıqlara tərəf yüyürdü. Meşəbəyinin elmli, savadlı adamlara, şəhərlərdən meşəyə gəzməyə gələn ziyalılara xüsusi marağı vardı. Yaşıl talalarda, bulaq başında, ağac kölgəsində onu süfrəyə dəvət edən ziyalıların hərəsi onun ürəyində bir cür xatirə qoyub gedərdi. Onun həyəcanını, təşvişini dərhal başa düşüb cəld yüyürən ziyalı gəncin arxasınca baxdıqda Meşəbəyinin bənd tikilisi başlayan gündən açılıb dərinləşmiş, sonra küt bir ağrı ilə içərisində gizlənib qalmış yarası yenidən qövr elədi. Deməli, o keçmiş xatirələri yad eləyir və o gözəl günlər yadına düşdükcə kədərlənirdi. O yalnız indicə başa düşdü ki, lent kəsilib şülüz açılanda, meşə suyun altında qalanda, meşə ilə birlikdə neçə-neçə adamlar ülfətini, ünsiyyətini, ərşdən, gürşdən xəbər verən şirin-şirin söhbətlərini də itirəcəklər. Meşəbəy bir anlığa hətta göy ürgəni də unutdu. Şişkin sifətini, topa saqqal basmış qıllı adamın nə dediyini və nə üçün güldüyünü belə başa düşmədi. Sənlə deyiləmmi? Niyə cavab vermirsən? Nə deyirsən? Deyirəm, oğlun raykom katibidir. Pulun çox olar. Ver xərcləyək də. Bunu deyən kimdir? Daşdəmir. Meşəbəyinin qaşları çatıldı. Sənin də kürəkənin savxoz direktorudur. Deməli, sənin də pulun çoxdur. Bunu isə deyən kimdir? Mirqasımdır. Mənim torbamın dibi deşikdir. Elə niyə? Bilmirsən, bir-iki baş normadan artıq heyvan saxlayıram deyin, hər yoldan ötən rüşvət istəyir. Pulu torbanın üstündən qoyuram, altdan o yana gedir. Sənin özünü neçə kərə qonaq eləmişəm. Yadından çıxıb, deməli mənə də rüşvət verirdin. Yəni, buradan da belə bir nəticəyə gəlir ki, Daşdəmir Mirqasıma da rüşvət veribdi, amma Mirqasımın bundan xəbəri yoxdur. Yəni, onun əməllərinin bir rüşvət olduğunu ağlına belə gətirməyibdi. Və onu Daşdəmirlə olan ünsiyyətində artıq burada bu məqamda bunu öyrənir. Yəni görürük ki, Daşdəmir necə bir obrazdır. Yəni işi həll olunana kimi ayıya dayı deyən obrazlardan biridir. Daşdəmir güldü. Və sən necə bilirdin, İşim keçməyən adama mən bir tikə də yedirtmərəm. Bəli, artıq bunu öz dilindən də görmüş olduq ki, həqiqətən də ayıya dayı deyənlərdəndir. Meşəbəyi fikri dağınıq halda səbirsizliklə alaçıqlara tərəf baxdı. Oğlanın dolu vedrə ilə gəldiyini gördükdə itlərin mırıldaşmağına əhəmiyyət vermədən onun qabağına yeridi. Çox sağ ol, qadan alım, dəyməz əmi, deyə nəzakətlə gülümsünüb vedrəni ehtiyatla irəli uzatdı. Əli vedrənin soyuq qulpuna toxunanda Meşəbəyinin ürəyinə sərinlik gəldi. Fikrən indi o artıq göy ürgənin yanında idi. Bu göyçək, xeyirxah oğlan da, Daşdəmir də onun yanında idilər. Köməkləşib ürgəni yıxmışdılar. Zorla süd içirirdilər. Baxın, bu hissdə onun xəyalıdır. Yəni, bu real olan bir şey deyil. Bu Mirqasımın xəyalıdır. Bu fikirdə ikən birdən vedrəni böyrü üstə götürdükdə Meşəbəyi təəccüblə çevrilib ağzını geniş açaraq qaqqıldayan Daşdəmirə baxdı. Süd axıb göy otların arasına hopurdu. İtlər cumub südü yalayırdı. Daşdəmir isə gülürdü. Vallah bilmədim. Ayağım toxundu Mirqasım. Amma reallıq belə deyil. Bir ürgə nəmənə şeydir. Ondan ötürü belə yürüyüb qan tərə batıbsan. Denən oğlanlarının hərəsi biraz pul qoysun, maşın alsınlar, mingəz, kefeli özün üçün. Meşəbəyi top qara saqqal arasında iti uclu dişləri ağaran bu adama baxıb nahaq gəldiyini başa düşdü. Meşəbəyinin canı alovlandı. O pul təklif etmək, südü satın almaq istədi, lakin özünü sındırmadı. Bəli, o artıq belə deyək ki, fiziki cəhətdən məğlub olsa da mənəvi cəhətdən özünü ayaqda saxlamağa çalışır, qürurunu belə deyək ki, sındırmır və süd almaq istəsə də Daşdəmirin bu hərəkətini görüb heyfsilənir və süd almaqdan imtina edir, özünü sındırmır.
Köhnə adi təmkini ilə yaylığını çıxarıb tərini sildi. Papağını götürdükdə ikindi çağının sərinliyində onun iri, qırxıq başından qatı buğu qalxdı və beləcə başı tüstülü halda geri qayıtdı. Göy ürgə artıq böyürsü üstə idi. Meşə bəy çömbəlib onun gözlərini sığalladı. Sonra əlinin arxası ilə öz gözlərini sildi. Belə işlər ay Göy Ürgə son dəfə xırıldayıb dartındı və hərəkətsiz qaldı. Artıq burada onun öldüyünü görürük. Meşəbəyi yavaşca qalxıb tapqırları açdı. Qayışı açır, sonra yüyəni ürgənin başından çıxardır, yəhəri belinə şəlləyib yalnız onun bələd olduğu el yolundan uzaq xəlvət cığırla addımladı. Külək başlamışdı, meşə xışıldayırdı. Meşəbəyinin üstünə xəzəl yağırdı. Boynuna, qoyun qoltuğuna soyuq yarpaqlar dolurdu. O isə heç nəyə əhəmiyyət vermir, gözlərini qaranlıqda bozaran dar cığırdan çəkmədən ağır-ağır, yorğun-yorğun addımlayırdı. Meşədən çıxanda o ömründə birinci dəfə bərk yorğunluq hiss etdi. Vaxtı keçmiş qoca kimi hıqqıldayıb yəhəri belindən endirdi. Yerə qoyub üstündə oturdu. Sonra çevrilib çiyini üstündən geriyə meşənin səsinə qulaq asdı. Belə işlər ay Göy Ürgə, belə işlər ay Meşəbəyi Mirqasım. Və sonda da Mirqasımın monoloqunu görürük. Keçid eləyək onun təhlilinə baxaq. Deyir ki, ədəbiyyatımızda böyük maraqla qarşılanan hekayə ilə tanış oldunuz. Baş verənlər, Meşəbəyinin kədəri, Göy Ürgənin zəhərlənməsi, Daşdəmirin hadisələrə münasibəti və s. diqqətimizi dərhal cəlb etdi. Bütün bunların arxasında nələrin dayandığını aşkara çıxarmaq, müəllifin niyyətini aydınlaşdırmaq, ciddi araşdırma, axtarış tələb edir. Unutmayın ki, Hüseynovun əsərlərində insan psixologiyasına, onun mənəvi aləminə, cəmiyyəti narahat edən problemlərə daha çox diqqət yetirilir. Qarşıya çıxan problemlərin həlli yazıçının qəhrəmanlarını seçim qarşısında qoyur. Bu seçimin necə olması obrazın daxili aləminin məntiqi inkişafından doğur. Bütün bunlar Zəhər hekayəsində özünü qabarıq göstərir. Əsərdə insan və onun təbiətə münasibəti ön plana çəkilir. Deməli, əsərdə bir-biri ilə əlaqəli olan bir neçə mühüm problem diqqətə çatdırılır. Bu nə məqsədlə edilmişdir? Mirqasımla Daşdəmirin arasında baş verən münaqişənin əsl səbəbi nədir? Bu sualların, eləcə də yuxarıda toxunulan məsələlərin aydınlaşdırılması əsərdə qaldırılan problemləri dərindən dərk etməyə, yazıcı niyyətini başa düşməyə kömək edəcəkdir. Əsərimiz bu qədərdir. Təhlilini də oxuduq, amma bəzi əlavələrimiz olacaq. Bu əlavələr olmamışdan qabaq yenə sizə bir sual yönləndirmək istəyirəm. Sizcə Mirqasımın hərəkəti düzgün idimi? Yəni oğula tay tutduğu, bərabər tutduğu atı ölüm ayağında ikən o qürurunu ayaqlar altına almamaq üçün atının ölümünü qəbullanır. Siz olsaydınız ikinci bir dəfə pul verərək o südü almağı mı seçərdiniz, yoxsa atı ölümə tərk mi edərdiniz? Yəni bunu şərhlər hissəsində bildirərsiniz. Bu bir. İkincisi, əsərin adı gördüyünüz kimi zəhərdir və biz bu zəhəri sadəcə atın asırqal vasitəsilə zəhərlənməsində görmürük. Bəli, orada var bu öz yerində, amma başqa epizodlarda da biz bunu müşahidə eləyirik. Bu epizodlardan biri də elə Mirqasımla Daşdəmirin münasibətində ortaya çıxır ki, Daşdəmirin xasiyyətində, onun belə deyək, xarakterində, danışığında o zəhəri biz aydın şəkildə görə bilirik, duya bilirik. Mövzumuz da bu qədər idi. Beləliklə əsəri hər tərəfli şəkildə təhlil elədik. Bütün məqamlara toxunduq. Ümid edirəm ki, izahlar mövzunu daha aydın mənimsəməyinizə kömək etdi. Videonu faydalı hesab etdinizsə, bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərslərdə görüşənədək sağ olun.